var yoxunda Hindiyə kimi qayıtsan, azıq mağarasına kimi qayıtsan, heç bir eləməyib. Azıq mağarasına kimi nəslinə qayıtsan arzumu, heç bir eləməyib. Meydan TV'nin o 9 qız elədiyini. Evimizi sökəndə gəliblər, oğlumuzu şərə salanda gəliblər. Hər gün sizi işıqlandırıblar, kömək ediblər, əllərindən gələn kömək ediblər. Hansı biriniz ki, onlar üçün danışmışsınız? Utanın xəcəli, simer olmayın da. Allah öz başa gəlsin. Eləsin. Allah da nə eləməyib ki, bunu da eləməsin. Allah da nə eləyəsin ki, bunu eləməsin. Daha eləmədiyi şey yoxsa qalmayıb. Qızlarımızı tutub basırlar, susur. Uşaqlarımızı basıb öldürürlər, dəncədə susur. Daha hər şeydə bunu da eləsin. Qoy, mən də başıma gəlsin. İnanın mənə, mən də başıma gəlsə siz susasınız. Niyə indən gözəl şey təbliğ eləyirdi ölkədə ki, evli olanla 4 dənə uşağı olan ana istədiyi kayfı yaşaya bilər. Onu təbliğ eləyirdi. Niyə belə deyirsən? Ama bar sənin, bu bar mənim mahmısı. Məzələnirsən. Dət kimi banketlərdə, zatlarda keyf elirdi. Ana, 2 dənə uşağı olan analar da deyirdi ki, əri ilə deyirdi ki, mən də belə olacam. Bax, əri icazə verir ona. Nə olur ki? Nə gözəl şey təbliğ eləyirdi. Məzəsə bizim mentalitetdə var da. 4 dənə uşağı olan ana banketlərdə gəzir. Kardeşim, mən yandıran odur da. İnsanlar danışanda, gəl tıxın çatır buradan danış deyəndə, ən zəhləm deyən koyunda ya, gəl buradan danış. Orada danışanın hansının arkasında. Da tutsunlar da, gəl burada danışın bir dənə mənası var. Gəl burada danış, səni də tutsunlar, biraz mövzu olsun. Gördünüz, Adiliyə tutdular. Hə. Görməyəcəksiniz onu. Haran vaxtına sürdəsiniz. Görməyəcəksiniz. Adilin bir nəfər tutub ayağından aparsa, Adilin ayağını özüm qandanla özümü bağlayıb dalıca gedərəm. Yalansa. Ara qədər də yəni ötürərəm aftab zazada. Mənim Azərbaycan milləti çox qeyrətli millət. Həqiqət. Şuşanı əlbəyə qalan oğlanlar yetişdirən millət də Azərbaycan milləti. Azərbaycan milləti gözünü qırpmadan torpağı üçün, vətəndaşları üçün, Azərbaycanları üçün yanvarda əllərinə qandal çəkib tankın qabağında duran Azərbaycan qanıdır. Oğlanlar Azərbaycanlarımız Babəyin nəvələridir. Əlləri qolları kəsilsə də. Ay Adil qardaş. Azadlıq deyib. Hanı o uşaqlar? Adil bəy. Adil müəllim. Bir dənə bunu deyim, genetik artıq qanımıza giriblər, qanımızı çorlayıblar artıq. Genetik ucu bizi çorlayıblar. Adil bəy, bugün o igid oğlanlar şahid oldu ki, Velizar Arzu'nun məhkəməsində kameralara barmaq göstərsin. Onun üçün şahid olublar ki, torpaqlarda rahatlıqla Velizar ayaq üstə qalsın, kameralar qarşısında da əlin belinin arxasında qoysun, cəmaata, millətə parmaq göstərsin. Özdə kimlərin yanında? Şəhid analarının yanında. Şəhid analarının yanında Velizar kameralara parmaq göstərirdi. O analar da övladların vermişdi ki, onun üçün götür, əsas odur, Velizarımız var olsun. Velizarımız parmaq göstərsin, vətən sağ olsun. Yazık size, vallahi yazık size. Yaxşılar ha, yazığı pis mənada demirəm. Vallahi yazıksınız. Biz mənim istirahattan gəlirəm, özdə okeandan, pulsuz okeandan. Yaxşılar, sizə qismət olsun. Ailəsini sevənlər, övladını sevənlər. Sizə qismət olsun. Bu günlər sizi görəsiniz, övladlarınızla dincələsiniz. Bir saat işləyib ailəvizlə gedəsiniz, okean qırağında pulsuz dincələsiniz. Yarım saat işləyib gedəsiniz, ailəvizdən kef eləyəsiniz. Heç bir hasar yox. Oturacaqlar pulsuz. Girin Instagram'a baxın, paylaşmışam. Pulsuz, canlıda da göstərdim. 4000 adam var idi. Hər şey pulsuz. Bir dənə restoran aça bilməzlər. Dəniz kənarı, okean kənarında. Bir dənə hasar qura bilməzlər. Heç nə edə bilməzlər, icazə yoxdur. Eləsələr belə, dövlət eləsələr belə, dövləti dağıdarlar. Eləyə bilməzlər, mümkünsüzdür. Demokratiyanın siz yalnız yazılışın bilirsiniz. Demokratiya o demək deyil, vətəndə azad gəzirsən. Vətəndə Targovda gəzəndə sən heç nə demirlər. 30 nəfər gəz gör deyirlər ya demirlər. Deyirsən, nə azadlıq ölkəsidir. 30 nəfər məşq uşağı yığışın Targovda elə belə kuruq yaradın. Mırt elə belə oturun orada gəlib deyəcəklər, niyə yığışmısınız? Öz doğulduğun torpaqdır, sənin mənim vətənim. Vətənində də yığışmaq, nə toplaşmaq hüququn yoxdur. Allah,
30 nəfər dostuz bir yerə yığışa bilmirsiniz? Öz maşını var, lampiçka alıb qoya bilmirsən. Maşın alırsan kreditə, balavın boğazından kəsirsən. O şıntır kitaski maşını var, pul verirsən. Nə bilim 98'in çeşkasına. Ona bir dənə lampiçka qoysan, konstruksiya dəyişikliyi ilə sənə 1000 manat cərimə yazırlar. Kardeş, yola çəkilmiş xəttin üstünə bir damcı təkərin keçir. 10 günüvün pulu sənə cərimə yazırlar. Kameralar üstündədir. Başıma dönərəm. Allah'ın olsun, ürəyim partiyeli. Adır, bir dənə bunu bax. Bir dənə bunu göstər kardeşim. Böyle elə bir dənə. Bir dənə buna baxın. Elə belə yol gedirəm. Yol gedirəm. Siz bir dənə buna baxın elə belə arada. Bak bir zakaz aparmışam. Bakın. Canlıda da bayaqlarda göstərmişəm. Elə biraz yalan danışıram. Bakın. 39 dolar çaya boy verib. Bakın. 39 dolar çaya boy verib müşteri. Bakın zakazlara. 27 dəqiqə. 15 dolar 2 günə kazanırsan. Bak ne zatkaz edirəm zakazlara. Yani bu yalan değil ha, bu gerçəkdir. Yani biz bunu özümüzden quraşdırmırıq. Görürsən bu 23 doları. Görürsən bunu. 34 manat pul eləyir. 37 manat pul eləyir. Görürsən bunu. Ha? Ben okuyandan istirahattan gələm. Programı yandıram, akşama kebab pulu hazırdır. Akşama kızıl balığımın pulu hazırdır. 1 saat işləyirəm 2 kilo kızıl balığımın pulu hazırdır. Bunu görürsən? 30 dəqiqəni görürsən bunu? 18 dolar 2 kilo kızıl balık düşür. 2 kilo at düşür buna. Görürsən bunu necə atqaz eləyirəm? Necə vicdanın götürür? 4 gün içdi bu uşağın üçün bir dənə at ala bilmirsən. Kukuruz ala bilmirsən uşağın üçün. Deyirsən çipsiz ziyandır. 32 doları görürsən 32 doları. Bak bunu görürsən bunu X'i. X'i görürsən basıram. Bak X'i. Niye mənəsə? Mən istirahətdən mən paltarsızım, mən istirahattan gəlirəm. Mən niyə zakazı götürürüm? Mən sizə göstərmək üçün bunu açmışam. O bilsən nədir o pul? Qul bazarında bu günləri saatlarla qalıb gedib kimin evində kubik taşımağı gözləyən adamın 2 günlük puludur. Ha, beğenmiş oğlum. Bilirsən bunu? Neçə dənə zakaz atqaz eləmişəm? Bir haftanın pulunu atqaz vurmuşam burada mən. 5 dolar görsəz var ha. Bilsən ki 20 dəqiqə 5 dolar pul kazanırsan Allah and olsun dişinlə götürərsən onu, dişinlə.